Ağlamağın savabı çoxdur. Ağlamağın insanın ruhuna, mənəviyyatına, aqibətinə təsiri çoxdur. Amma Kərbəladan çıxarışımız bu qədər olsa, heyf oldu o Kərbəla. Mən bunu istəyirəm deyim. Mən ağlamağın əleyhinə olan bir insan deyiləm. Amma biz Kərbəla və Aşura boyda hadisədən ağlamaq boyda dərs çıxartsaq, heyf o hadisədən. Heyf o Hüseyndən ki, onun Kərbəlasından biz ancaq ağlamaq dərsini aldıq. İmam Səccad əleyhissalam buyurur, atam Hüseyn dövrünün ən yaxşı adamları ilə birgə qanını verdi, canını verdi. İnsanlar başa düşsünlər. Onlar sadəcə ağladılar. İmam Səccad deyir, atam canından, qanından keçdi. Bu insanlar başa düşsünlər. Onlar ağladılar ancaq.